Mən bu qısa ərz edeyim xidmətçə ki, biz bir dana istəyirəm o düşmənçilikləri ki, fəzai İran futbolunda bizim əleyhimizə var. Bəziləri buradan deyirlər olmayıbdı filandır, imkandır. Mən sabit oldu biləmizə. Bir cıqqıl adam ayıq olsa bilər bu düşmənçilik nə mənadır. Biz 5 heçə getmişik Asiyada. Özləri də deyirlər 10 dana oyunu ki, İranın timləri eləyə bilmir nəticələr. Çə Asiya Ligi do, çə Nexubeqan. Axırı oyun tutmuşdu İranın timləri. İstiqlal keçən fəz Ər-Riyanı tutmuşdu Qətərdə. Onun oyundan sonra biz gəlmişik bir daha çox parlaq 5 heçə hərəfin meydanında top oynamışıq. Böyük bir dana uğur qazanmışıq. Nəzərsə əvəzində bunlar neynirlər? Gəlirlər bir dana bərnaməyə ki, ay Adil Firdevsi pul cürcəyibdir. Hala bizə ta YouTube'da kanal cürcəyib, futbol siyasət adından. Gəlir bir dana pələnmənmiş bərnaməyizi şo da bizim o oyunçu ki, bizdən apar hərif gəlib hala pərvəndəsi açıqdır FIFA'da. Alvezi bizdən hala deyirlər qərardadı varmış, yoxmuş. Feylən hələ bir şey sabit olmayıb. Bəli bizim tim iddiası bu ki, qərardadı vardı bizim. Gəlir bunu muşikafe eləyir. Deyirlər çəkir qəbirdən eşiyə. Ricardo'nu gətirir orada. Ricardo ki sabah oyunu var. İspahan bilirsiniz Sətidoda sabahsı bir daha oyunu vardı. Heç kəs bilərsən demir oyundan qabaq gecəni yəsən müsahibə edirsiniz. Baxın bunlar hamısı iyilidir. Alvezi işi gəlir, məsələn, çertpert sözlərlə filan, hala bəzi şahit düz olar, qələt olar, işim yox, əslində girməyəm məsələyə ki, nə mələr deyir Alvez. Hala duraq onu da şahit da, video düzüyor, orada təhlil edirik, vəli burada yeri yoxdur. Mən istəyəm deyirəm ki, nə yeri vardır ki, vaxtda biz bir daha böyük müvəffəqiyyət qazanmışıq. Siz deyir ki, hey deyirsiniz, bizim timdir, nümayəndə İrandır filan deyək, bu nə bu dediniz, nə əməl kərdiniz, hansın biz inanaq. Özünüzdə bir məsələ var, deyirlər Qəsər Həzrət Əbbası inanaq ya Domi Xurusi. İcazə verirseniz ben burasında Farslıyam. Ayet Firdevsi əziz. شما یک زمانی با برنامه 90تون سعی کرده بودین که تیم ما رو اکثرا اون موقع ما تازه اومده بودیم لیگ برتر با انواع اقسام کلیپ هایی که خنده‌دار بود، مسخره بود، لودگی و فلان. هی می‌خواستیم ما رو ببرین زیر سوال. ولی ما تونستیم از اون موقع پشت تیممون باشیم، بیاریم تیمو به این مقطعی که الان قهرمان ایران شدیم. الان قهرمان شاید آسیا هم بشیم، تو آسیا آقایی میکنیم. شما قصدتون، نیتتون از این کارا چیه های فردوسی پور؟ واقعا شما دست از این دشمنی چرا بر نمیدارین؟ شب بازی که ما 5 تا گل زدیم به شارجه، باید شادی کنیم، باید بهمون تبریک بگین. میارین ریکاردو آلوز رو مصاحبه میکنین نیم ساعت، نمیدونم یه ساعت، هی موشه کافی، هی نقش گبر، چی شد، به اون یه افترا میبندیم، به اون مدیریت رو زیر سوال میبریم. واقعا قصدتون چیه های فردوسی پور؟ دست بکشین از این دشمنی، حداقل خیلی تابلو نکنین. Buradan görə əziz dostlar, Bülən Büldi və mənə təhammül elədiniz. Çox sağ olun.